Salam. Axşamınız xeyir olsun değerli Facebook izləyiciləri və bizi YouTube'dan izləyənlər. Hər həftənin 4-cü günü saat 21:00-da bizim ənənəvi sənət söhbətləri, indi sənət söhbətləri efirdə olur. Rəbiqə xanım Nazim qızı və Hədiyə xanım Şəfaqətlə bəndəniz Cömərd Qaya. Biz hələ ki ənənəvi olaraq bir neçə həftədir ki kino müzakirələri edirik, dilimə dolaşdı. Gələcəkdə mümkündür ki, olacaq, yəni bunlar da olacaq. Kitab və digər incəsənətin başqa növlərinə müraciət edəcəyik. Müasir Azərbaycan ədəbiyyatı, müasir dünya ədəbiyyatı. Amma hələ ki vaxt məsələsinə görə biz kinona nisbətən rahatdır. Çünki 2 saatdır, maksimum 3 saat kino olur. Oturub baxırsan və növbəti həftə onu müzakirə etsən. Bu baxımdan nisbətən rahatdır. Gələcəkdə isə biz başqa sahələri də müzakirə edəcəyik. Hələ ki kino müzakirəsidir və çox maraqlı filmlər seçirik. Təbii ki, birimizin xoşuna gəldiyi, o birimizin xoşuna gəlmir, o birinin xoşuna gələn heç birimizin, amma yenə də çalışırıq ki, o filmin sambal məsələsinə əməl eləyək, samballı filmlər seçək, əhəmiyyətli mesajı olan filmləri seçək, bizə nəsə deməyə çalışan, nəsə deməyə sözü olan filmləri seçək. Və bu dəfə də belə bir film seçdik. Böyük Britaniya rejissoru, amma bunu Amerika filmi sayılır əsasən, çünki Paramount Pictures çəkib və distribütörlüyünü o eləyib. Böyük Britaniya, İrlandiya və Amerikanın birgə istehsalı olan, amma nisbətən bu Hollywood filmidir. Angelanın Külləri adlı, Alan Parkerin məşhur rejissordur. Siz o rejissoru yəqin ki tanıyırsınız. Məşhur 70-ci ildə çəkdi onun bir filmi var və Azərbaycanda bugün narazılıqla qarşılanır o və qardaş Türkiyədə. Midnight Express, Gecə Yarı Ekspresi filmi var. Yəqin ki o filmə baxmısınız. Çox möhtəşəm bir filmdir. Mənə görə çox yaxşı bir filmdir. İndi orada mövzu biraz başqadır o heç, amma film kimi çox möhtəşəm bir filmdir. Həmən filmin rejissoru Alan Parker tərəfindən çəkilən Angelanın Külləri filmini biz bugün müzakirə edəcəyik. Avtobiyografik bir romandır. İndi ona toxunacağıq. Və filmin də qısaca bunu deyim ki, musiqisini John Williams yazıb. John Williams da bizə Schindlerin Siyahısı və Ulduz Müharibələri filmindən tanış olan bəstəkardır və bu filmin musiqisi çox böyük mükafatlar alıb. Angelanın Külləri filmimiz budur. Avtobiyografik bir roman əsasında. Təəssüf ki, mən romanı oxumağa çatdıra bilmədim, oxuya bilmədim. Roman haqqında maraqlananlar tapıb oxuya bilmədim. Çox maraqlı bir romandır. Romanın haqqında oxumuşam, amma özünü oxuya bilməmişəm. Məndən hələlik bu qədər. Kimdən başlayaq? Rəbiyə xanım sizdən yoxsa Hədiyə xanım sizdən? Buyurun Hədiyə xanım. Olar. Deməli, Rəbiyə xanım, mən, yaxşı. Demək, Cömərd qeyd elədik, film Frank McCourt'un kitabının əsasında çəkilib və bu kitab, həm kitab, həm də film müəyyən mükafatları qazansa belə, müəyyən narazılıqlara da səbəb olub, xüsusilə də Şimali İrlandiyada və filmin çəkilişləri zamanı çəkiliş heyətini kilsələrə buraxmayıblar, kilsələrdə etiraz ediblər. Bu da Frank McCourt'un əsərinin nüfuzu ilə bağlı idi ki, orada Katolik kilsəsini xeyli dərəcədə tənqid edir və ona görə də filmin bir çox çəkilişləri studiyada və yaxud süni qurulmuş dekorasiyalarla çəkilib. Çünki artıq film çəkilən ərəfədə limerin də dəyişmişdi. Yəni həmin o nəm küçələr, sonra o geyimlər falan bunların tapmaq çox çətin idi və bunların hamısının üzərində bu heyət çalışıb. Dublində bizim gördüyümüz bir küçə var, orada döngə var, adı Roden Line olmalıdır gərək ki. Bu Dublində təşkil olunub süni şəkildə və xüsusi şəkildə vedrələrlə və digər şeylərlə yağış effekti yaranıb və daim küçələrin sulamaq lazım gəlirmiş ki, həmin o nəm rütubətli küçələri göstərə bilsinlər. Bundan başqa xeyli paltarlar da tikilib həmin dövrə aid və bu paltarlar o qədər keyfiyyətli tikilib ki, əslində biz cındır görürük, yəni cırıq falan, amma o qədər keyfiyyətli tikilib ki, o ayaqqabıların və paltarların böyük əksəriyyətini aktyor və aktrisalar əslində çəkilişdə, kinoda və teatrda zidd olsa da özlərindən aparıblar evə. Yazıcı özü bircə dəfə olub, yəni çəkiliş meydançasında görünür, öz xatirələrini bir daha bu formada izləmək istəməyib və yaxud hər şeyi rejissora buraxıb. Rejissor da demək olar ki, kitaba sədaqətlə yanaşıb və çalışıb ki, heç bir şeyi xüsusi şəkildə artırıb əskiltməsin, amma bəzi epizodları birləşdirmək məcburiyyətində qalıb. Məndən bu qədər, yenə də çəkilişlə bağlı, bir məqamı da desəm, bundan sonra bitirim. Orada alkogolik, yəni
Frank'in atası rolunu oynamalıymış əslində Liam Neeson. Bizə Schindlerin Siyahısından və Batman filmlərindən tanışdı və sınaq çəkilişlərinə də gəlib, amma belə alınıb ki, əslində Şimali İrlandiyanın yetirməsi olan bu aktyorun əvəzinə Robert Carlyle çəkilib və heç də pis oynamayıb ki, əksinə yəni bütün mükafatlarda onun əməyi xüsusi şəkildə əslən Şotland olan aktyorun əməyi xüsusi şəkildə vurğulanıb. Və maraqlı burasındadır ki, Alan Parker özü də ingilisdir. Yəni burada çox qarışıq, siz demişkən 3 ölkə və ümumiyyətlə millətlər də çox qarışıqdır. Kifayət qədər də maraqlı bir iş ortaya qoyublar və anonsunu eləyəndə Hədiyə xanım gəlib yazmış ki, mən indi o gördüm, rəyi üzüldü sayısın, indi baxanda gördüm ki, danışacaq çox sözümüz var bu filmlə bağlı. Bu film haqqında əlbəttə çox sözümüz var, amma biz çalışacağıq ki, bir neçə dəqiqəyə bunu sığışdıraq. Təbii ki, sığışdıra bilməyəcəyik, çünki çox şeylər qalacaq. Amma nəyi bacarıqsa onu eləməyə çalışırıq və sizdən də ricam budur ki, yəni bəyənəsiniz, paylaşasınız və bir ricam da olacaq sizdən ki, bu müzakirələrin sizi bu müzakirələrin qane edib etməsindən asılı olmayaraq onu paylaşın, bölüşün insanlarla, dostlarınızla. Niyə? Niyəsini deyim. Çünki burada pis bir şey yoxdur. Bu sənət adına daha da belə deyək, bu müzakirələrin daha çox insanlara əhatə eləməsi üçün həm də lazımlı bir şeydir. Ola bilsin ki, siz bizim danışıq tərzimizdən, üslubumuzdan xoşunuz gəlməyə bilər. Amma burada biz ayıb bir iş görmürük və yaxud da ki, qeyri-ciddi söhbətlər eləmirik, ciddi müzakirələr, samballı müzakirələr edirik və bu sənət adına bu şeyləri paylaşın. WhatsApp statusunuzda, bugün dilim nədənsə dolaşır tez-tez, Facebook profilinizdə bölüşün ki, qoy daha çox insanlara çatsın. Biz də elə bunu istəyirik. Bizim də sizdən gözlədiyimiz odur ki, bizi daha çox adamlar izləsin və siz buna yardımcı olasınız. Hədiyə xanımla davam edirik. Hədiyə xanım, buyurun. Təşəkkür edirəm, salamlayıram izləyicilərimizi də. Bu film mənə xoş gələn filmlərdən biri oldu. Həm də ona görə ki, mən həm biografik, avtobiografik filmləri, həm də roman əsasında çəkilmiş filmləri çox sevirəm. Çünki bu filmlər insana həm çox yer aparır, həm də ki, yazıçıların həyata baxışı filmlərə hopanda müəyyən qədər həm filmdən əsərə, əsərdən filmə bu iki tərəfli bir sənətlə tanışlıq məsələsinə gəlib çıxır. Rəbiqə xanım çox gözəl qeyd elədi ki, yəni bu filmin çəkilişində bəzən buna əməl olunmur və yaxud da bəzən bu nəzərə alınmır, adi bir şeydir kinematografiyada. Lakin bu filmdə məni də çox qane edən və məni də çox sevindirən cəhətlərdən biri budur ki, əsərə sadiqlik burada kifayət qədər qorunub. Yəni, yazıçının həyatı, biz burada əvvəldən görmürük yazıçının həyatını, təbiidir bu. Çünki yazıçının o uşaqkən dilindən danışılır bütün hekayət, bütün hadisələr və simvolik bir nöqtədən əslində həmin oradan başlamır, amma ki o deməyə başlayır ki, bu səfirliyin içindən biz necə sağ çıxdığımızı bilmirik və orada Amerikadakı azadlıq heykəli ilə vidalaşma var. Necə ki, qeyd edir ki, yəqin ki, biz əks istiqamətdə hərəkət edən yeganə İrlandiya ailəsi olacağıq. Filmin birbaşa sonuna getmək istəmirəm, amma biz filmin davamında da müxtəlif səhnələrdə o azadlıq heykəlinin kiçik bir modeli ilə rastlaşırıq, kiçik bir nümunəsi ilə də rastlaşırıq və qəribədir ki, orada da bu əsərdə də simvollardan istifadə olunur, filmdə də simvollardan istifadə olunur. Məsələn, o azadlıq heykəli qarşısında dua edərkən, gələcəklə bağlı bir arzu tutarkən, oradan yerdən əyilib bir pulu tapması, həmin pula şam alması və o şamı kilsədə aparıb yandıraraq öz arzusunun həyata keçməsi üçün dua etməsi və həmin duanın həyata keçirilməsi mənə elə gəlir ki, həm də böyük bir simvolik məna daşıyır. Filmdə də bu xüsusi qabardılır və bunun da öz mənası var. Belə çıxır ki, Amerika elə tarixi boyu belə çıxır ki, yəni azadlıq axtaran adamlara, çörək axtaran adamlara, səfalətdən qurtuluş axtaran adamların birinci üst tutduğu ünvan olub, indi də elədir və gələcəyi də belə görünür. Bu, biraz mübahisəli məsələdir, bunlara çox girmək istəmirəm, bunlar haqqında çox danışmaq istəmirəm.
Amma filmin mürəkkəb bir strukturu var. Çox aydın görünür, su kimi dərin görünür. Məsələn, müxtəlif mövzular burada kifayət qədər qabardılır və iç-içə o qədər gözəl işlənib ki, bunu müzakirəmizin davam edən dəqiqələrində mən qeyd edəcəyəm. Amma bunları indi sıralamaq istəyirəm, demək istəyirəm. Birinci növbədə ailə problemi burada. Yəni biz ailəni ayrıca bir problem kimi burada tamaşa edirik, görürük. Dini məsələlər həddindən artıq və kifayət qədər soyuqqanlı şəkildə, mənzərəni açıq şəkildə açıb göstərən dini məsələlər, hətta pravoslav və katolik kilsəsinin bir-birinə qarşı insanların arasında bu ayrı seçkiliyin o dövrdə aparılması və çox kəskin şəkildə aparılması. Yəqin internet problemi var Hədiyyə xanımda. Yəqin internet problemi var Rəbiqə xanımda. Üzr istəyirəm Hədiyyə xanımda. Biz davam edirik. Yəqin ki, birazdan qoşulmaq olar. İnternetlə bağlı Hədiyyə xanımın bir neçə vaxt problemləri var. Yəqin ki, yaxınlarda qaydasına düşər. Və biz yayımızı davam edirik. Angelanın Külləri filmi haqqında danışırıq. 1999 idi, yoxsa 98 idi? 98-ci dekabrında çəkiliş bitib, amma bir il post-production dövrü olub. Yəni bu bir il çəkib montaj, nə bilim musiqinin yazılması və s. Bəli, 99-cu ildə artıq bu deməli film haqqında da dediyim kimi bioqrafik bir filmdir və Frank McCourt'un eyni adlı memuarı əsasında hazırlanmışdı və biz burada dediyim kimi Amerikanın, Böyük Britaniyanın və İrlandiyanın birgə istehsalını görürük. Rejissor Alan Parker tərəfindən çəkilib və filmdə baş rollarda Emily Olsen, Robert Carlyle oynayıb. Robert Carlyle çox mükəmməl şəkildə öz rolunun öhdəsindən gəlib və deməli uşaq rollarını Frank McCourt'un öz rolunu isə belə deyək, Joe Breen, Kieran Owens və nəydi o yadımdan çıxdı? Michael Leck, yəni o yaş bağlı uşaqlığını oynayıb Joe Breen, Kieran Owens sonra və yeniyetməlik vaxtını isə Michael Leck və yəni onun həm uşaqlıq, yeniyetməlik və gənclik dövrünü üzr istəyirəm. 25 dekabrda ekranlara çıxıb, daha doğrusu kinoteatrlara çıxıb və süjetdə bunun ibarətdir ki, bir nəfər, yəni Frank McCourt, yəni öz ailəsi ilə, yəni yazısı özündən bəhs edir, öz ailəsində yaşayır Amerikada və bacısı Margaret doğulduqdan qısa müddət sonra Margaret rəhmətə gəlir, yəni ölür, uşaq ikən ölür və ailə yaşamaq üçün köçür ABŞ-a, amma orada yaşaya bilmir və məcbur olur ki, geri qayıtsın, yəni öz torpaqlarını, öz vətənlərini İrlandiyaya geri qayıtsın. Cömət bəy, Hədiyyə xanım soruşur, mən WhatsApp-da baxıram, nə baş verir? Mən ona izah elədim ki, sizdə dondu ekran. Bəlkə cəhd eləyək ona necəsə? Bəli, cəhd eləsə mən qoşacağım, bəli, cəhd eləsə qoşacağım. Və filmdə onu göstərir ki, şəhərin yadından çıxıb, bunlar öz doğulduqları şəhərə qayıtmalı olurlar. Çünki Amerikada yaşaya bilmirlər. Amma işdə burasındadır ki, doğulduqları şəhərə qayıtmaq üçün pulları da yoxdur Amerikadan və ailəyə kömək edir qohumları. Çox təəssüf ki, onlar öz İrlandiya, doğma ölkələrinə qayıdandan sonra da burada yaşamaq çətinləşir. Çünki Malachi, yəni əsas deməli obrazlardan biri, yəni ailənin başçısı Malachi, adı Malachi'dir, içki düşkünüdür və ona verilən pulları ümumiyyətlə işləmirə qazandığı pulları içkiyə sərf edir və zamanında öz həyat yoldaşından bir-birini sevdiklərinə görə həyat yoldaşı onu atmaq istəmir. Heç cür ondan vaz keçmək istəmir. Baxmayaraq ki, ailəsi ondan daim təkid edir ki, sən kimi seçmirsən, kimə ərə getmirsən. Amma həyat yoldaşı isə onu tərk eləmək istəmir. Buna baxmayın, yəni Angela. Angela onu tərk eləmək istəmir. Amma Malachi də öz belə deyək yolundan dönmək istəmir və bu cürdə gedir. Günlərin bir gün onların növbəti uşaqlığı artıq anadan olanda Angelanın səbri tükənir. Ona deyir ki, artıq sənin iş tapmaq vaxtında və sən gedib işləməlisən. İşləməlisən. Malachi bunu qəbul edir və gedir işləməyə. Məlum olur ki, işdən aldığı pul deyil, ilk gündən içkiyə verir. Artıq burada Angelanın səbri tükənir. Və film təxminən belə bir sujetdir və burada əslində biz burada bir ailənin yox, daha doğrusu ər və arvadın yox, bir uşağın, yəni Frank'in belə uşaqlığına şahid edirik. Onunla deməli rejissor onu əslində bizə göstərir. Bütün bu dəhşətlər içində, bütün bu maddi səfalət içində, maddi sıxıntılar içərisində, kasıblıq, yoxsulluq içərisində bir uşağın özünü yetişdirməsi, özünü qoruması və özünün gələcəyini qurmasından bəhs edir. Çox maraqlı bir filmdir. Hədiyyə xanımla davam edirik. Mən araya girmişdim, Hədiyyə xanım olmamağını istifadə edərək. Buyurun Hədiyyə xanım. Mən heç harda kəsildiyini bilmədiyimə görə siz zəhmət olmasa mənə kömək edin. Siz mövzuları sadalayırdınız ki, ailə məsələsi, digər dini məsələlər bunlar həllini tapıb növbəti bəndləri xatırlada bilmədiniz.
Əslində mən dedim, amma ki internet sağ olsun, üzr istəyirəm. Sonra burada davam edim, dəfələrlə kino səhnəsi var ki, kino xüsusi qabardılır. Və biz burada həm də kinoya baxa-baxa sanki dünyanın gedişatına bir qədər nəzər salmış oluruq. Həm oğlanın böyüməsinə, həm də ki, məsələn, axırıncı kino səhnəmiz nə olur? Biz görürük ki, oturublar eyni coşqu ilə ayaqlarını yerə döyə-döyə artıq Hitlerin ordularının hərəkatına bunlar tamaşa edirlər və burada da müəyyən bir yandan da bu da göstərir ki, yəni necə ki konvoy filminə ayaqlarını yerə döyə-döyə coşqu ilə tamaşa edirdilərsə, eyni coşqu ilə Hitler ordularının nümayişlərinə tamaşa edirlər, uşaqlar yığılarım. Sonra cəmiyyətin müxtəlif problemləri, sosial problemləri əsasən burada qabardılır. Uşaqlıq dünyası çox, sanki o filmin içində çox gözəl əlahiddə halda uşaqlıq dünyası çox gözəl. Həm digər həm yaşlıları ilə, həm ailə daxilində, həm bacı qardaşların, balaca bacı qardaşları və vəfat edən bacı qardaşları ilə o münasibətlərlə iç-içə. Hətta o kilsəyə gedir, deyir ki, qardaşıma nifrət edirəm. Amma biz bunu filmdə heç yerdə görmürük. Qardaşı ilə çox gözəl münasibəti var, amma öz etirafında deyir ki, mən daxilən ona nifrət edirəm. Həm onların ölümünə nifrət edir, həm də biz növbəti səhnələrdə görürük ki, o deyir ki, hər dəfə bizə qarın ortağı gəlir. Anamız dayanmadan uşaq dünyaya gətirir və bu uşaqlar gəldikcə bizim həyatımız daha da çətinləşir. Hətta bunu müəyyən səhnədə ana özü də ataya qarşı dilə gətirir. Ata-oğul münasibətləri, əsasən atanın dayanmadan oğula hekayələr danışması, nağıllar danışması çox gözəl işlənib. İstənilən hadisənin, istənilən çətinliyin, təhqirin belə qarşısında ata oğluna o yolu hekayələr danışa-danışa və biz görürük ki, oğlan sonra bunu öz qardaşlarına danışır. Məktəb, burada ən gözəl işlənmiş xətlərdən biri məktəb xəttidir ki, biz həmin dövr İrlandiya məktəbinin necə bir təhsil verdiyini, müəllimlərin nəyi aşıladığını və sanki müəyyən paralellər də aparırsan, görürsən ki, belə çıxır ki, dünyanın eyni yerlərində, müxtəlif vaxtlarda təhsil sistemi eyni problemlərlə üzləşib, eyni problemlərdən keçib, eyni yanaşma tərzi ilə üz-üzə qalıb. Bir də qürur məsələsi burada, əsas da atanın qürur məsələsi, İrlandiya ordusunda döyüşmüş bir atanın qayıdıb gəlib İrlandiyada iş tapmaması, bir yandan da ingilislərin əli altında işləməməsi, burada da millətlərin qarşı-qarşıya qalması. Halbuki oğluna deyir ki, sərxoşkən düzülün sıraya və İrlandiya üçün ölməyə razı olun, sizə xərclik verəcəm. Oğlan deyir ki, biz istəmirik. Yəni o ataya bir etiraz, yəni o qürura bir etiraz. Çünki hər şeyin qarşısında acılıq dayanır, səfalət dayanır, ehtiyac dayanır və ata bəlkə də dərdindən, bəlkə də fikrindən, bəlkə də ayrı seçkilikdən içir. Amma biz görürük ki, əslində bu qürurunun qurbanıdır. Övladlarını da, hətta vəfat edən övladları da onun qürurunun qurbanı olurlar. Və qardaşlıq münasibətləridir. Digər məsələləri də yəqin ki, biz növbəti dəqiqələrdə toxunmağa çalışarıq. Təşəkkürlər və mən hesab edirəm ki, müzakirəmiz çox maraqlı gedir. Yayımı bəyənin və paylaşın, bir-birinizə göndərin, bir-birinizdən bölüşün. Orada çox maraqlı, filmdə çox maraqlı epizodlar var və biz görürük ki, Frankin sonradan atasının işləməməsindən və sonra atası çıxır gedir Londona, deyir ki, mən sizə pul göndərəcəm. Bir dəfə göndərir, amma sonra pulun ardı gəlmir və məlum olur ki, atanın taleyi məlum olmur daha doğrusu. Qaranlıq qalır ki, qaranlıq qalır, ya indi ölür, ya indi ümumiyyətlə unudur yolu. Hər nəsə də rejissor onu o yeri açıq saxlayır bizə, tamaşaçının ötəsinə buraxır. Və Frank burada işləməyə gedir. Orada maraqlı ki, onu daima belə deyil, qəbul etməyən BBC Frank işləmək istəyir, onun ürəyi yanır və onun üçün gedib geyimlər alır. Post çox maraqlı yeridir. Amma mənə çox maraqlı olan yeri orada filmin deməli vərəmə yoluxan qızla onun münasibətidir və bir də sələmçi qadından onun münasibəti ki, axırda o sələmçi qadından o borc dəftərini götürür və onu çaya tullayır, amma bununla bərabər orada özünü də unutmur və o pulları da yığıb özü üçün saxlayır Amerikaya getmək üçün. Vərəmə tutulan qızla deməli Frank münasibətə başlayır və ilk belə deyək, onların intim yaxınlığı onda baş verir və hamı da onun qızın qapısına getməkdən, post aparmaqdan çəkinirkən, məktub aparmaqdan çətinirkən Frank bunu boynuna götürür və gələndə gözləmədiyi bir şəkildə gözəl bir qızla rastlaşır və o qədər ona vurulur ki, onun vərəmə tutulmağı da onu maraqlandırmır. Amma qız ölür və Frank buradan bir daxili bir əzab keçirir ki, bəlkə mən
onunla yəni nikahdan kənar bir münasibət olduğu üçün bəlkə o öldü. Hansı ki, qız əslində elə ölməli idi, amma Frank bunu vicdanı ilə sorğu-sual edir özün və keşişin yanına gəlir. Çox maraqlı bir epizod orada baş verir. Keşişə bunu danışanda keşiş deyir ki, sən narahat olma, çox yaxşı bir yer. Yəni gözlədiyimin əksi olaraq keşiş onun üstünə gəlmir, deyir ki, sən narahat olma. Bəs o əslində çox yaxşı bir yerdədir, o elə cənnətdədir. Filmin çox maraqlı bir epizoduydu. Buyur Rəbi, gəl. Elə sən danışdığın epizoddan başlayayım. Yəni oğlanı ən çox narahat edən o dini tərbiyənin nəticəsi olaraq qızın, yəni yatalaq vərəm xəstəsi olan qızın cəhənnəmə düşməsi fikri idi. Ona görə də və burada mən ona qədər biraz da əsəbləşirdim. Yəni yazıçıya, rejissora ki, yəni olmaz axı bir tərəfli yanaşırsan bütün din xadimlərini və Allahı günahkar çıxartmaq falan, dini günahkar çıxartmaq və birdən-birə bir kilsə xadimini sənə tamamilə yaxşı tərəfdən göstərirlər və baxırsan ki, yox, yəni düşündüyün kimi də məhz dinə qarşı və yaxud dindar adamlara qarşı olan bir münasibət deyil bu. Ümumi mənzərəni göstərmək istəyir. Maraqlı epizodlardan birində də bizim rejissor özü çəkilir. Deməli, bu Frank körpə, balaca Frank'in yatalaq xəstəsi olduğu vaxtı onun yanına gələn bir kök həkimdir. Alan Parker özünü də bu filmdə əbədiləşdirib bu formada. Biz alkoqolizmdən əziyyət çəkən ata ideyasına gəncə Hədiyyə xanım çox yaxşı vurğuladı. Orada da deyir ki, mənim üçün atam 3 adam idi. Biri mənə nağıllar danışan adam idi. Biri içkidən əziyyət çəkən adam idi. Biri də səhvimsə çarəsizlikdən, yəni belə deyək də pul gətirə bilməyən bir. Yəni 3 obrazda görür atanı və maraqlı burasındadır ki, aktyor da Robert Carlyle da, yəni atanı əclaf və yaxud əzaci, zalim kimi oynamaq istəməyib. Bəzi improvizələr də eləyib rolla bağlı müəyyən məqamlarda, uşaqların başına sığal çəkmək deyək ki falan. Amma ümumiyyətlə çalışıb ki, biz onun Hədiyyə xanım deyən kimi, Hədiyyə xanım bayaq özü qeyd elədi ki, bəlkə də bu yəni çarəsizlikdən və yaxud problemlərin əlindən içir və bu obrazı bu şəkildə veriblər ki, onun da doğrudan da nə-nəsə əlaqələndirək, alkoqolizmin elə belə yaranmadığını, yəni izah edib və yoxsulluqla əlaqələndirib bunu. Çəkilişlərdə çox çətin çəkilişlər keçib, xüsusilə uşaqlarla bağlı səhnələr və əkizlərlə bağlı səhnələr. Uşaqlar durmadan ağlayırmışlar və sonda Parker düşünüb ki, bu ağlamağı elə real şəkildə filmə gətirsəm, yəni bir halda ki, uşaqlar ağlayırlar, elə bundan da fürsətdən istifadə eləyək. Onların başını mütəmadi peçenyelərlə qatmalı olmuşlar, 3 gün əlavə onların çəkilişlərinə xərcləməli olublar. Amma ümumiyyətlə çəkilişlər 75 gün davam edib və maraqlı məqam burasındadır ki, onlar düşünürmüşlər ki, prokatdan deməli 50 milyon qazanacaqlar. İlkin belə büdcə hesablamalarında belə göstərib, amma bu özünü doğrultmayıb və cəmi 13 milyonu götürə biliblər filmin prokatlarından. Bununla bərabər, yəni film avtobioqrafik mövzusuna və işlənmə tərzinə görə ən gözəl mükafatlara və ən gözəl təriflərə layiq görülüb, amma yəni bəzi oxucular istəyir, kitabın oxucuları istəyir, filmin tamaşaçıları düşünürlər ki, Frank McCourt və eləcə də Alan Parker, yəni ondan istifadə elədiyi üçün biraz hadisələr hədsiz dərəcədə şişirdiblər. Yəni İrlandiya bu qədər səfalət içində olmayıb və bu qədər yoxsulluq, bu qədər, yəni qara çox tünd verib rəngləri də belə deyək. Bundan şikayətçi olublar. Təxminən belə, yenə qayıdacağım çəkiliş proseslərinə bağlı məqamlara. Mən hələlik sözümü bitirdim. Biz Hədiyyə xanımla davam edirik. Əslində burada mən din və məktəb məsələsinə daha çox toxunmaq istəyirəm. Mən onları ayrı-ayrı qeyd elədim ki, məktəb burada xüsusi qeyd olunur və din məsələsi, kilsə məsələsi. Amma əslində bu filmin içində iç-içədir. Məktəb özü də dini daha çox təbliğ edən, tanıtmağa çalışan uşaqları dini təlimlərlə tərbiyələndirməyə və onları dini təhsilə daha çox həvəsləndirən, daha çox dini təhsil verən bir məktəb sistemi və cəzalandıran bir məktəb sistemi hər dəfədə İsa'nı misal gətirərək. Amma müəyyən səhnələrdə görürük ki, bunun özündə belə daxili bir ədalət görünür. Biz onlarda görürük. Oğlanın çəkmələrinin altına adi şin yamayır, atası məktəbə göndərir və bu utandığından ayaqqabılarını çıxardır. Müəllim oğlana
gülən uşaqları necə tərbiyə edir? Deyir ki, İsa'nın ayaqlarında çarmıxa çəkilərkən ayaqqabı var idimi? Biz görürük ki, əslində hamıya eyni gözlə necə deyirlər baxılır. Düzdür, məsələn, dava dalaş olanda onları tutur aparır, yanki deyir buna, bir qədər fərqləndirir və yaxud da pravoslav ataya görə müəyyən məqamlarda nələrsə deyilir. Amerikadan gəldikləri tez-tez qeyd olunur və burada hiss olunur ki, Amerikaya o qədər də yaxşı nəzərlərlə baxılmır. Amma bu məsələdə oğlanın lağa qoyulmasında, o həm yaşlılarının zorakılığı ilə qarşılaşa biləcək məqamda, o sərhəddə müəllim bütün məsələni öz əlinə alır. Buna görə də təsadüfi deyil ki, uşaq ikonanın qabağında, İsa'nın qabağında dua edərkən deyir ki, Tanrım, bir də qardaşlarımı bizim əlimizdən alma və bizi torpağın altına aparma, bir də bizim müəllimimizi qoru. Yəni, uşaq ağlı ilə o hiss edir ki, müəllim əslində onları cəzalandırsa da, əllərinə vursa da və o cəzalanmağın səbəblərini o uşaq deyir ki, hansı hallarda biz cəzalanırdıq. Bizdə həm bir, necə deyirlər, təbəssüm oyanır. Bir yandan da görürük ki, dünyanın bütün ölkələrində, bütün coğrafiyalarında uşaqları məktəblərdə ola bilsin ki, oxşar səbəblərlə cəzalandırırlar və bunların uşaq dünyasına qətiyyən dəxli yoxdur. Bunların daha çox böyüyərək necə bir insan yetişməsi üçün onları çərçivələr içində saxlamaq üçün müəyyən olunmuş qaydalara görə indidən cəzalandırırlar. Amma dini məsələlərdə Cömert bəy də çox doğru qeyd edir ki, biz burada, məsələn, bir də gedir orada rahibə öz günahlarını etiraf etməyə, axırda bezir. Niyə? O müəyyən xüsusi ayindən sonra ağzına qoyulmuş yeməyi və səhər yeməyini, ondan sonraki səhər yeməyini uşaq qaytarır, qusur və nənəsi bunu böyük, çox dəhşət dindar bir nənə ilə də biz burada üz-üzəyik. Hətta bu ailənin müəyyən faciəsi də bu nənədən başlayır. Çünki o ilk vaxtdan öz kürəkənini qətiyyən qəbul etmir. Birinci, millət daxilində bir yerlibazlıq adı altında ayrı seçkilik var. Çünki ata Şimali İrlandiyadandır. Qətiyyən qəbul olunmazdı. Üstəlik də ata pravoslavdır, katolik deyil. Bu bir yandan da buna görə ata, oğlanın atası pravoslav olduğuna görə katoliklər, amma o Anjelin ailəsi katolik ailədir və buna görə də onu qəbul etmirlər. Hər dəfə də deyirlər. Hətta uşağı çimizdirəndə belə onu deyir. Və bu uşağın qusmasından sonra nənə aparır və 5 dəfə göndərir. Hər dəfə də deyir ki, sonda da deyir ki, sən ondan soruşaydın görüm hansı su ilə mən yumalıyam oranı da, sənin qusduğun yeri müqəddəs su ilə ya adi su ilə. Gedir, gəlir, deyir, nədədir? Deyir ki, deyir, daha məni narahat etməyin də, əl çəkin. Və biz burada da görürük ki, əslində o üzdə dayanan adam adi insandır və insani xüsusiyyətlərlə də yanaşır. Yəni, kilsəni müəyyən mənada burada da tam mənfi göstərmir o uşaq ağlı ilə. Biz gözləsək də göstərmir. Amma biz yaş artdıqca müəyyən mərhələlərdə görürük ki, məktəbdə sinifə artıq müxtəlif düşüncəli, daha irəli düşüncəli, daha qabaqcıl düşüncəli müəllimlər gəlmək istəyirlər. Yəni, məktəbin son illərində biz hətta Amerikaya getməyi, ölkədən çıxıb getməyi təbliğ edən bir müəllimlə üz-üzə gəlirik. Və yaxud da düşüncələrinizi açıq tutun, sərhədlərinizi açıq tutun, hara kimi istəyirsiniz düşünün deyən bir müəllimlə üz-üzə gəlirik, qarşılaşırıq. Hətta səhnələrdən birində oğlan yatalaq xəstəliyindən qayıdarkən onu yenidən 5-ci sinifə qaytarırlar. Amma o çox arzulayır ki, 6-cı sinifə, öz sinifinə onu qaytarıb qoysunlar. Ona şərt qoyurlar ki, dini mövzuda bir yazı yazmalıdır. Mən o yazını uşaq oxuyanda mən fikirləşdim ki, bunu ciddi şəkildə cəzalandıracaqlar və hətta bəlkə də düşürüb 4-cü sinifə qoyacaqlar. Amma əksinə baş verir. Bu göstərir ki, nə qədər də dini burada birinci cərgəyə qoyulsa da, birinci yerə qoyulsa da, lakin məktəbin nizam-intizamında insanın düşüncəsinə, təxəyyülünə, azadlığına, sərbəstliyinə qoyulan bir hörmət var və burada həqiqətən də bir insanın yetişdirilməsi üçün nə qədər dar düşüncəli görünsə də biz görürük ki, əslində daxildə elə deyil. Yəni, insan yetişdirilməsi, bir kişinin yetişdirilməsi, düşüncə adamının yetişdirilməsi prosesləri gedir burada. Yəni, gözlədiyimiz mənzərə ilə qarşılaşmırıq filmin davamında. Məncə, burada da obyektivlik, yəni gördüyünü yazıbsa,
o tənqidçilərin fikirləri ki, İrlandiyanı əslində başqa cür göstərir. Mən isə ondan o cür fikirləşmirəm. Əksinə fikirləşirəm ki, o dövrün İrlandiyasını kifayət qədər açıq fikirli, kifayət qədər məktəblərini, o çərçivələr, o buxovlar daxilində, buxovların arasında belə daxilən azad bir şəkildə göstərir ki, məktəb də hər bir ölkənin, hər bir coğrafiyanın, hər bir cəmiyyətin taleyində əsas hərəkət verici, aşılayıcı qüvvədir. Belə. Təşəkkür edirəm və bizə baxan tamaşaçıları bir daha mən xahiş edirəm ki, yayımı bəyənsinlər və paylaşsınlar. Biz ABŞ, İrlandiya və Böyük Britaniya istehsalı olan Angelanın Külləri filmindən danışırıq. Çox maraqlı bir filmdir, birgə istehsalıdır və filmin rejissoru da biraz bundan qabaq xatırlatdım. Bizə çox yaxşı tanış olan üzürlü sayın Rəvqi, burada mənim boğazım tutuldu, üzürlü sayın. Demək istəyirdi ki, bizə çox yaxşı tanış olan filmin rejissoru Alan Parkerdir və o qalmaqallı, yəni Türkiyə və Azərbaycan üçün qalmaqallı Gecə Yarı Ekspresi filmindən tanışdı. Mən demək istəyirəm ki, bu filmlə yekunlaşmayıb, yəni o görünür o çəkdiyi film biraz təvazökarlıqdan uzaq olsa da özünün də çox xoşuna gəlir. Hərçənd ilk başlanğıcda filmin çəkilişini üzərinə götürmək istəmirmiş və qorxurmuş ki, yazıçının avtobioqrafik romanını təhrif eləyə bilər və o həqiqətləri olduğu kimi göstərə bilməz. Bunun üçün əvvəlcə biraz tərəddüd edib, yəni filmi çəkib çəkməməklə bağlı. Yaxşı ki, qəbul edib, çünki çox maraqlı da film alınıb. Bundan sonra da, bir müddət sonra da DVD formasında filmin çəkilişləri barədə, studiyaların necə quruluşu barədə, audio şərhlər və 30 dəqiqə çəkilişdən müəyyən fraqmentlər olan DVD buraxılıb və bu DVD də xüsusi maraqlara səbəb olub. Orada da müəyyən aktyorların məsələlərə münasibəti, sonra çəkilişlər prosesi ilə bağlı məqamlar öz əksini tapır. Mən istəyərdim, yəni anlayış məsələsinə burada toxunum. İnsanların anlayışlarının səthi yox, belə sürüşkən olması məqamına. Yəni filmin yeri gəlmişkən, bax, yumor da bəzən burada özünü göstərir. Fikir verirsinizsə, bu yeniyetmələr artıq qadın və kişilərin arasındakı fərqləri başa düşürlər və uşaqlardan biri öz bacılarının çinmə səhnəsini bunlara pulun əvəzində göstərmək istəyir. Amma yəni orada məsələ burasındadır ki, bu deyir ki, adam öz bacısı ilə, qardaşı ilə münasibətdə olmaz. Bunu günah kimi qələmə verir. Amma onu satmağı, yəni məsələn belə deyək də, baxın uzaqdan nə bilim nə qədər şilingə falan baxmağı, yəni bu cinayət hesab eləmir, əxlaqsızlıq hesab eləmir. Yəni bu insanın əxlaq anlayışının hardasa belə deyək, sərhədlərinin olmaması, riyakarlıq məqamlarına da toxunulur. Eyni şey onun atası ilə bağlı, alkoqolizmlə əziyyət çəkən atası ilə bağlıdır. Adam ilk başlanğıçlarda çox egolu, çox qürurlu görsənir ki, mən heç vaxt ingilislərə işləmərəm, amma faktiki olaraq ingilislərə işləmək üçün gedir, bunu ailəsi üçün ümumiyyətlə mən yenə başa düşərəm, amma ailəyə pul gəlmir. Cəmi bir dəfə 3 frank gəlir, ondan sonra heç bir şey gəlmir və belə başa düşürsən ki, artıq adam o qədər degradasiyaya uğrayıb ki, yəni heç ailəsi üçün belə deyil, yenə oradan aldığı pulları da yenə içkiyə xərcləyir və ingilislərin əlinin altında işləyir. Hansı ki, İrlandiya üçün ölümü arzulayır, ingilislərə nifrət edir və bütün film boyu biz onun İngiltərəyə, ingilislərə münasibətini görürük. Bundan əlavə eyni şeyi də Angela haqqında hardasa demək olar. Angela öz oğluna təlqin eləyir ki, heç vaxt sənin qarşısında qapını bağlayan yerdə, yəni durma, çalış ki, sən qapını bağlamamışdan öncə gedəsən və yaxud o qapını döyməyəsən ki, sənə onu açmayacaqlar. Uşağı gətirəndə, keşiş olmaq üçün, rahib olmaq üçün gətirəndə. Yəni, amma eyni zamanda özü uşaqları ilə kirayədə qalmaq üçün çox iyrəndiyi, nifrət elədiyi bir adamla münasibətə girməli olur ki, nə var onun evində qalır. Yəni, o çox alçaldıcı, uşaqları üçün də alçaldıcı şəraitdir, özü üçün də alçaldıcı şəraitdir. Yəni, onun tualet kimi istifadə elədiyi vedrəni bunun böyük oğlu yəni boşaldır. Eyni zamanda da ona deyir ki, heç vaxt imkan vermə sənin qabağından, yəni qapını bağlasınlar.
Yəni burada anlayışların da biraz sürüşkən olması və dəqiq olmaması, bəlkə də situasiyalara görə dəyişməsi öz əksini tapır. Bununla bərabər düşünürəm ki, baş qəhrəman öz ləyaqətini qorumağı bacaran oğlandır və maraqlı məqamlara toxundu. Siz bayaq onun sələmçi ilə münasibətlərinə fikir verirsinizsə, sələmçinin də bütün pullarını götürmür. Özünə lazım olan qədərini götürür və bilet almaq lazım olanda o deyir məndə var və o pulların nə qədəri vardısa hamısını verir. Yəni adamın gözü toxdur kifayət qədər. Yəni istəsəydi o bütün pulları götürə bilərdi və heç kəs də ondan haqq hesab sormayacaqdı. Çünki qadının da heç kəsi yox idi. Və eyni şeyi də biz qızla bağlı münasibətdə görürük, vərəm xəstəsi ilə. O əvvəlcə ona görə gedir ki, oradan belə deyək də çay pulu götürsün, əlavə pul verirlər, yəni hörmət, belə mərhəmət üçün olaraq. Və bu daha çox o məqamlara görə o evə gedir. Amma ondan sonra biz nə çay pulu görürük, nə qadından istifadə, qızdan istifadə görürük, səmimi hissləri görürük. Və bu məqamlarda və bir çox məqamlarda Frank atasından da, anasından da və bütün o cəmiyyətdən də xeyli dərəcədə fərqlənir. Özünə hörməti ilə, o evdə qalmaq istəməməsi ilə və digər şeylərlə öz xoşbəxtliyinin dalınca getməsi, arzularının dalınca getməsi üçün dirəniş göstərməsi və digər şeylərdən düşünürəm ki, nümunə ola biləcək qəhrəman. Və Frankin orada mənə maraqlı olan başqa bir deməli epizod da var idi. Nə idi o epizod? Rəqs deməli dərsləri. Müəlliminin yanına gedir və ona verilən anasının ona verdiyi pulları rəqsə yox, kinoya istifadə edir və evə də gəlib özündən rəqslər belə düzüb qoşur ki, hə mən bu rəqsi öyrənmişəm və burada yəni mən bunun doğru olduğunu demirəm. Yəni birdən kimsə buradan hansısa bir valideyn üzr istəyirəm Cömərd bəy, sizlə mübahisə eləyəcəm. Biraz da doğrudur. Niyə? Çünki o oğlan sonra yazıcı olur və yazıcı üçün kino daha vacibdir. Nəinki onu sevmədiyi o İrland rəqsi. Biz düzdür onu eşitmirik ki, bu burada yazıcı olacaq bulan, amma o öz arzularına görə anasının onu israrla rəqsə göndərməsi ki, bu rəqsdən də onsuz heç bir şey əldə eləməyəcək. Yəni öz arzularını reallaşdırmaq üçün və öz mənini sübut eləmək üçün olan addımdır. Mən düşünürəm ki, bu da əsaslandırılıb hardasa. Çox üzr istəyirəm sözünü tükət. Buyurun, orasına razıyam, mən nəyin doğru olmadığını deyirəm. Yəni mütləq yalan olmasın da orada, mütləq bir həqiqət olsun ki, yəni uşağın birdən tamaşaçı eləyə bilər ki, mən uşağın valideynini aldatmağı doğru şey kimi qəbul edirəm. Xeyr, bunu doğru qəbul etmirəm. Buradan da valideynlərə səslənirəm ki, məsələn, mənim çox istedadlı bir dostum var idi. Buradan elə bir epizod deyimini haşiyə çıxın. Çox musiqi sahəsində çox istedadlı bir adam idi. Amma onun atası apardı, onu qoydu tamamilə dəxli olmayan bir, deməli, ona dəxli olmayan da, onun ürəyici olmayan bir sahəyə, yoxsa hökmən mənim oğlum bu sahəni oxumalıdır və o bu gün də, o belə deyək də, atasına qarşı bir öz içərisində daima bir töhməti var ki, niyə məni ondan ayırdı? Yəni, bu gün də o musiqi ilə yaşayır. Onu reallaşdırmaq istəyir, reallaşdıra bilmir. Yəni, valideynlər də uşaqlarının belə deyək, yerinə qərar, biz bir dəfə bu film, Üç Axmaq filmi haqqında danışanda bu barədə danışmışdıq. Övladlarınızın yerində qərar verməyin, onlara bir imkan tanıyın. Onların o istidadı üzrə çıxsın, görün hansı sahədədir. Orada uşağın elədiyini də ona görə doğru bilmirəm ki, o valideynin aldadır, amma bu mənə də həm də xoş gəlmiş, yəni öz istəyini də alacaq, ona vurğulayacaq ki, Frank ambisiyalıdır. Qabağına bir deməli məqsəd qoyub və o məqsədə doğru hətta qeyri-mübah yollardan da belə deyə istifadə edir ki, əsas məqsədə çatmaqdır. Bütün yollar məqsədə çatmaq üçün mübahdır anlayış. Təbii ki, və bir orada pulu götürmək deməli səhnəsində də düz bu da yaxşı bir hərəkət deyil, amma biz də görürük ki, o tam belə deyək də hamısını götürür və bu mənə həm də biraz və sələmçinin bəyəm elədiyi yaxşı bir şey idim ki, yəni sələmçilik ən böyük günahdır. Əlbəttə, adamların əlində yoxul adamların. Bəli, bunun elədi doğru bir şey deyildi, amma orada mənim yadıma bir Dostoyevskini saldı, o məşhur obrazın ki, o nə idi, o yadımdan çıxdı. O sələmçinin dəftərini götürüb orada atır. Orada düz Dostoyevski də öldürür. Burada bu öldürmür də. Burada Raskolnikov orada öldürür, bu öldürmür. Yəni bəlkə də öldürəcəkdi nə vaxt. Yəni öldürməyəcəkdi bəlkə də. Bəlkə də Frank öldürən bir prototip tip deyil. Amma elə sələmçini borc dəftərini götür at çaya və yaxud da ki onu öldür, heç bir fərqi yoxdur da. Yəni onun üçün onun borc dəftərini götürüb çaya atır. Çox maraqlı bir epizod idi. Yəni pulu götürməsək daha yaxşı olardı düşünürəm, amma indi biz filmlərdə bəs necə gedərdi Amerikaya? Təbii o da sualdır. Amma nə demək istəyirəm, biz filmə baxırıq və bu film deməyim nəyə görə gətirirəm? Biz filmdən təbii ki, mən nə demək istəyirəm? Ancaq ideal insan gözləyə bilmərik də təbii ki. Məsələn, mən istərdim götürməyəydi, 4-4-lük biri olardı, amma bu real bir həyat hekayəsidir də və o bizə göstərir ki, o belə deyək, mən özümü bir anlıq qoyuram, üzrə boğazım qıcılanır, o uşağın yerinə, o məhrumiyyətlər, o yoxsulluq içərisində bu uşaq
hələ özünü təmiz saxlaya bilirsə, indi bir-iki hərəkət ola bilər də mümkündür. Bu çox böyük bir qəhrəmanlıqdır. Onu vurğulamaq istəyirəm. Yəni bu qədər məhrumiyyət keçən bir adam arada sırada, hətta baxın, orada bir epizod da var, mən çox danışdım. Orada bir epizod var, xatırlayırsınız. Qızın adı yadından çıxdı, o vərəmli qızla nikahdan kənar münasibətə girir və özünü daima vicdan azabı keçirir ki, mən doğru mu etmişəm yoxsa yox. Və kilsəyə gəlir, etiraf edir ki, doğru etmişəm yoxsa. Bir də qısa istədim ona toxunasınız. Siz yəni orada öz aranızda müəyyənləşin hansınız. Dostluq mövzusudur bu filmdə çox. Uşaqların bir-birinə olan səmimi dostluğu, o Meyki var idi, onu kinoya aparır. Özü orada yalandan güya epilepsiya keçirir, amma dostunu kinoya ötürür. Çox maraqlı bir epizod idi. Buyurun. Hədiyə xanım. Ona görə də mən xüsusi bir hissə qeyd etmişdim ki, yəni uşaqlıq dünyası, uşaq dünyası, bütün bu səfalətin 6 yaşında gəlib və təsadüfən elə sığına bildikləri bir yerə sığınıblar, amma burada dostlar qazanılması və böyüdükcə də bu oğlanlar arasında, çünki oğlanlar məktəbidir, müxtəlif mövzuların danışılması və hətta o mövzuların danışılmasında müəyyən qaydalara əməl olunması. Qardaşı ilə oturmuşkən deyir ki, o eşitməsin, qulağını ver, mən sənə nəsə deyəcəyəm və əlbir olub. Əslində Frank'in o qaçıb filmə getməsi onun yaradıcılıq xəyallarından filan doğan bir şey deyil. Bütün o yaşa çatan uşaqlar qaçırlar həmin kinoya. Çünki həmin dövrdə Amerika filmləri gəlir, daha çox konvoy filmləri gəlir və hamı necə deyirlər, hurra ilə həmin filmlərə gelir, əlinə beş gəlib. Qadağan olunmuş şey şirin olur məsələsi kimi də bir növ belə başa şey eləmi? Yəni qadağan olunduğunda biz harda görürük? Ondan qabaq biz görürük ki, hətta bu səhnə ilə biz qarşılaşana qədər görürük ki, sinifdə o ciddi və əzazil təsir bağışlayan müəllim deyir ki, kimlər günaha batırlar. Orada ama bir şey var, görürsünüz orada pravoslavların adını çəkir, müsəlmanların adını çəkir, şeytanın ordusuna və şeytanın ordusuna qarşı vuruşacaq insanlar kimi yetişməlisiniz deyir və sonra da o araya salır, deyir ki, Amerika filmlərinə getmək də bilirsiniz də, əsas günahlardan biridir. Bu səhnədən sonra biz görürük ki, oğlanlar hamısı əslində qaçıb filmə gedirlər və bunun üçün evdən peçenye oğruyub satırlar, müəyyən şeylərə gedirlər ki, və pulları da olmayanda kələyə əl atırlar. Gedib ard-ardan, mən ona görə qeyd etdim ki, yəni bunların kino burada xüsusi bir xət kimi gedir. Biz o kino səhnəsi ilə son dəfə orada qarşılaşırıq ki... Bu yerdə bir sual verim sizə. Bir orada uşağı birinci, demək 4-cü sinifdən 5-ci sinifə qoyurlar da, təkrar oxumalıdır. Orada bir mətin yazır, inşa yazır. Sanki ədəbiyyat onu xilas edir. Bir də bu kinonu xilaskar kimi göstərir sanki rejissor. Yoxsa belə demək olar mı? Yəni həm ədəbiyyatı, yəni sənəti bir növ xilas olma vasitəsi kimi göstərir. Yəni həm kino ilə... Mən başqa cür yanaşıram. Mən başqa cür yanaşıram. Mən yanaşıram ki, o mətnin yazılması əslində yuxarı sinifə, öz sinifinə qaytarılmaq istəyən xəstəlik nəticəsində sinifdə qalmış uşağın öz sinifinə qaytarılması üçün qabağına qoyulan şərtdir. Gələcəyin bu məlum deyil ki, ona müəllimlər həmin şərti qoysalar. Belə məlum olur ki, məktəbdə belə bir şərt var. Və yaxud da filmə getmək məsələsi təkcə filmə qaçmır ki, bütün uşaqlar filmə qaçırlar. Məsələ odur ki, əsas odur ki, film şəraiti var və bir mətnin yazılması şəraiti yaradılıb və oradan kim yazıcı kimi çıxacaq, kim siyasətə yönələcək, kim başqa sahəyə gedəcək, bu fikirləşilmir. Oğlan sadəcə daxilən bir yazıcıdır, ola bilsin ki, atasının ona danışdığı nağıllardan da qidalanır. Bunu göstərir ki, yəni uşaqlar üçün bütün şəraitlər əslində yaradılmalıdır. Azadlıq da təmin olunmalıdır. Onlara bütün seçimlər verilməlidir. Amma uşaqlar bu seçimlərdən necə bir insan olaraq çıxacaqlar, kim olaraq çıxacaqlar? Bu azadlıq da onlara verilməlidir və onların seçimi öz seçimləri olmalıdır. Görürük, bizdə elə bir təsir yaranır ki, Frank burada heç bir seçim qarşısında qalmır. Bütün uşaqlara bərabər paylanan şərtlərdir, məktəb şərtləri eynidir, yaşayış şərtləri yuxarı aşağı hamısı eyni şəraitdə, eyni ailələrdə məhrumiyyət içində yaşayırlar, hamısının ataları, anaları yoxsulluq içindədir, İngiltərədə işləyirlər, ən ağır işlərdə işləyirlər, hamısı qaçıb filmə gedirlər. Yəni burada biz uşaqlara qarşı bir zorakılıq səhnələri ilə də qarşılaşmırıq. Yəni eyni şəraitdir. Burada göstərilir ki, bütün uşaqlara eyni şərait verilir. Bunun da bir məncə mənası var ki, yazıcı bəlkə də bunu ifadə etmək istəyir ki, yəni böyük adamlar əsasən o yerlərdən, o cəmiyyətlərdən çıxırlar ki, bütün məhrumiyyətlərin içində o uşaqlara təhsil hüququ verilib, azadlıq hüququ verilib. O bütün yoxsulluğun içində o məhəllələrdə bir kinoteatr fəaliyyət göstərir.
Bunu bir fikirləşin. Bəzən ən mədəni şəhərlərimizdə kinoteatr hazırda yoxdur. Azərbaycan bir çox şəhərlərində kinoteatrlar fəaliyyət göstərmir. İnsanlar kinoteatr mədəniyyətini unudublar. Amma 30-cu illər, 40-cı illər İrlandiyasında bütün o yoxsul bir məhəllədə kinoteatr var. Uşaq gedir və oradan artıq öz yolunu seçmək bunun özünə məxsus olan bir seçimdir. Yəni mən fikirləşmirəm ki, məhz onun qabiliyyəti onu aparır. Xeyr, birinci növbədə seçimlər onu yönəldir. Məsələn, biz onun öz seçimini harda görürük? Xəstəxanaya düşür və kitab oxumağa başlayır və Shakespeare-dən oxumağa başlayır. Bəli, bu artıq onun seçimidir. O atasının hekayələrindən gələn, özünün təxəyyül dünyasından və fitrən ona verilmiş istedadın ilk qığılcımlarıdır. Bilirsiniz də, yəni əslində Frek McCarthy ilk romanını 66 yaşında qələmə alıb və öz bioqrafiyasını qələmə alıb. Məsələn, biz Amerikaya gedəndən sonra mənim ilk fikirləşdiyim olmuşdu ki, əsəri də oxuyan, sonra, bəs biz necə biləcəyik yazıcı bundan sonra? Və o elə bir ki, bizim sualımıza cavab verir. Bu sualların cavabı üçün ikinci və üçüncü romanını yazır. Ümidə Doğru və öz məktəb müəllimi kimi fəaliyyət göstərir Amerikada və müəllim romanını qələm alır. Əslində roman deyil müəllim. Daha çox o təcrübələrini, gündəliklərini, bu kimi məsələləri orada daha çox qabardıb. Amma özü haqqında məlumatlarda biz oxuyuruq ki, o təkcə özünü xilas etmir. Qayıdır və qardaşlarını da xilas edir, qardaşlarını da aparır. Onların da müəyyən, yəni təkcə özü getmir Amerikaya. Öz azadlığının dalıyca getmir. Onun o kiçik yaşlarda boynuna düşən yükü tamamilə ailənin böyük oğlu sindromu var ha. O təsir var da, böyük oğul. Bir çox vaxtlarda görürük ki, elə bizdə də, dünyanın bütün xalqlarında da böyük oğul oxumağa getmir, təhsilini qurban verir, amma özündən kiçik qardaşların oxuması üçün çalışır, bacılarının oxuması üçün, daha rahat yaşaması üçün, anasını ağ günə çıxartmaq üçün daha çox özünü fəda edir. Həmçinin bizim qəhrəmanımız da. İlk özü gedir, amma ilk arzusu özünü xilas etməkdir. Amma bundan kifayətlənmir. Yəni, onun həyatını oxuyanda biz görürük ki, bununla kifayətlənməyəcək. Öz ailəsinin digər üzvlərini də gəlib aparacaq. Efrimizin vaxtı yekunlaşmaq üzrədir. Hədiyyə xanım, üzrlü sayın. Sadəcə təxminən bircə dəqiqədən biraz çox vaxtımız var. Və mən elə sizlə başlayıb, davam edib, sonra ötürək estafeti Rəbiqəyə. Bu filmə niyə baxmalı tamaşaçılar? Yəni, bax, nəyə görə? Hansı bir, belə deyək, bu filmin verdiyi hansı mesaja görə bu filmə baxmalıdırlar? Məsələn, siz düşünürsünüz. Yəni, tutaq ki, bizi baxırlar buradan, sağ olsunlar, biz onlara təşəkkür edirik. Və heç biri də bu filmi izləməyib, tutaq ki. Və biz onlara, tutaq ki, filmi tövsiyə edirik ki, hə, gedin, baxın. Bu veriliş nəyə görə biz danışırıq, müzakirəni? Film müzakirəsi tövsiyə edirik. Məsələn, Hədiyyə Şəfaqətə görə tamaşaçı bu filmə niyə görə baxmalıdır? Bu qısadır vaxtımız, bircə dəqiqənin zəhmət olması. Buyurun. Tamaşaçı bu filmə ilk növbədə ona görə baxmalıdır ki, burada insan münasibətləri çox gözəl şəkildə həllini tapır. Böyüklərlə kiçiklər arasında, kiçiklərlə kiçiklər arasında, ailə daxilində bir çox münasibətlər. Bütün çətinliklərə baxmayaraq biz burada çox ədalətli, çox yanaşmalarda müdrikcəsinə münasibətlərin qaydasına qoyma, hətta atıb gedən atanın özünün də münasibətində onun son səhnəni xatırlayırsınız, dönür oğluna baxır və deyir ki, ged evə. Bunun özündə belə müəyyən məna var. Yəni, sonra insanın yetişməsi üçün hansı şərtlərin vacib olması məsələsini özü üçün aydınlaşdırmaq üçün tamaşaçılar bu rahatlıqla bu filmə baxmalıdırlar. Əlbəttə ki, burada əsas səbəb kimi bir yazıçının həyatı ilə tanış olmaq üçün və onun insanın ümiddən yapışması, yəni heç yerdə imtina etməməsi, heç yerdə geri addım atmaması, heç yerdə təslim olmamasını çox güclü şəkildə göstərən bir film olduğuna görə məhz tamaşaçılar da, hətta uşaqlar da bu filmə baxmalıdırlar. Bu filmin ən böyük mənası, ən böyük mesajı təslim olmamaqdır. Heç bir şey qarşısında insan təslim olmamalıdır. Amma əlbəttə ki, digər tərəfdən də göstərir ki, cəmiyyət ona seçim hüququ verməlidir. Ən pis şəraitdədir. Təşəkkür edirəm Hədiyyə xanım. Rəbiqə, sən də niyə baxmalıdır? Mən diqqəti filmin adına yönəltmək istəyirəm. Anjelanın külü, bu onun daim siqaretlə görsəndiyi səhnələrə işarə edən simvolikadır. Anjela niyə siqaret çəkir və niyə Anjelanın külü adlanır film? Burada onun çarəsizliyi və vəziyyətdən çıxa bilməməsidir. Yəni, fədakar bir ananın öz uşaqları üçün bacardığını eləyən ananın, amma ondan artığını eləyə bilməyən adamın fədakarlığı
belə deyək də, boşa getmir. Böyük oğlan o fədakarlığın əvəzinə öz fədakarlıq nümunəsini qoyur ortalığa. Mən arzulayıram ki, filmə baxsınlar, həm burada insanın dirənişi görünür, mübarizə əzmi görsənir, həm fədakarlığı görsənir. Bu mənada nümunəvi ola bilər və bir də arzulayıram ki, həmişə bacardıqlarını eləyə bilsinlər, sona qədər getsinlər və onlar üçün olunan şeyləri də qiymətləndirə bilsinlər insanlar. Çalışsınlar ki, fədakarlıq eləməsinlər, aydındır. Heç kəs istəmir ki, özünü qurban versin. Amma həyat həm də müəyyən fədakarlıqların üzərində qurulur. Əgər kimsə fədakarlıq eləməsəydi, bəlkə də indi bütün dünya nüvə silahı ilə məhv olmuşdu. Bəli. Təşəkkür edirəm. Çox maraqlı fikirlərdir. Filmə niyə baxmaq haqqında heç bir fikir deməyəcəm. Çünki Rəbiqə və Hədiyyə xanım çox gözəl izah elədi bunları. Ona görə mənə söz buraxmadılar, söz saxlamadılar. Mən isə bizə niyə baxmağınızı deyəcəyəm. Biz ona görə baxın ki, ölkə mediasında, ölkə telesində, ölkədə ümumiyyətlə bu cür müzakirələr çox azdır, barmaq sayı qədərdir. Bu da onlardan biridir. Biz çox böyük bir məhrumiyyətlər hesabına bu yayımı araya ərsəyə gətiririk. Texniki baxımından xeyli kasadlıq ola bilər ki, bunu müşahidə edirsiniz, amma Sambal baxımından çalışır ki, hər gün daha da təkmilləşdirək. Müzakirə edədiyimiz, hələ ki filmləri müzakirə edirik. Filmləri daha yaxşı öyrənək, daha yaxşı belə deyək, təhlil və tənqid edək. Və bu yayımı da bəyənin və paylaşın. Sizin də bizə dəstəyiniz budur və bundan ibarət ola bilər və baxmanızdan təbii ki. Odur ki, mən sizin hər birinizə təşəkkür edirəm. Həm Hədiyyə xanımın, həm də Rəbiqə xanım adından. Hər həftənin 4-cü günü saat 21:00-da sağlıq olsun, bizi gözləyin. Özünüzdən müğayət olun. Gecəniz xeyrə. Sağ olun. Gecəniz xeyrə qalsın.